Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Bu videomuzda 6-cı sinif Yeni Azərbaycan dili dərsliyinin iş dəftəri tapşırıqlarının izahlarını paylaşacağam. Bu izah yaddaş mətni ilə əlaqəli səhifə 28-də yerləşən tapşırıqların izahıdır. Dərslikdə olan səhifə 46-48-i əhatə edən yaddaş mətninin tapşırıqlarını bu videodan əvvəlki videoda izah eləmişəm. Yəni dərsliyin tapşırıq izahları bir-bir izah olunub. Bu videoda da iş dəftəri tapşırıqlarının izahlarını sizlər üçün paylaşacağam. İzaha keçmədən öncə kanala abunə olaraq paylaşılan bu ödənişsiz videolardan faydalana bilərsiniz. Əgər abunə oldunuzsa, vaxt itirmədən keçək tapşırıqların izahına. Birinci tapşırıqda A bəndində deyir ki, sualları cavablandır. Hestia kimdir? Hestianın neçə yaşı var? Müəllim Hestiaya hansı tapşırığı vermişdi? Bizə 3 dənə sual verir və biz sırayla onun qarşısında cavablarını yazmalıyıq. Mən sizə hazır yazılı formada təqdim edirəm cavabları. Birinci sual, Hestia kimdir? Babanın 6-cı nəsildən olan nəvəsi. İkinci sual, Hestianın neçə yaşı var? Hestianın 8 yaşı var. Üçüncü sual, müəllim Hestiaya hansı tapşırığı vermişdi? Hestia 10.000 nəfəri inandırmalıdır ki, yaddaş arxivini 50% azaltsın. Biz hər 3 suala sırayla bu formada doğru cavabı yaza bilərik. B bəndindəki verilən tapşırıq deyir, diaqramdan əldə etdiyin məlumatları ümumiləşdirərək bir neçə cümlədən ibarət rabitəli mətin yaz. Bizə bir diaqram verir. Dünyada hava çirklənməsinə ən çox məruz qalan 20 ölkə 2022-ci ildə. Deməli 0-50 arası yaxşıdır, 51-100 arası qənaətbəxşdir, 101-200 arası təhlükəlidir. Və bizə Bangladeş, Küveyt, Çad, Birləşmiş Ərəb Əmirliyi, Hindistan, İraq, Pakistan, Sudan, Bəhreyn, Nepal, Ermənistan, Çin, İran, Bosniya və Herseqovina, Efiopiya, Mexiko, Özbəkistan, Makedoniya, Şimali Koreya və Türkiyə şəhərlərinin çirklənməyə məruz qaldığını göstərir. Fikir verirsiniz, Bangladeş 150 və 200-ün arasındadır. Küveyt də 150-dən biraz çoxdur. Çad 100-150 arasındadır. Birləşmiş Ərəb Əmirliyi 100-150 arasındadır. Yəni bu qırmızı hissədə olan 4 ölkə, bunlar təhlükəlidir. Yəni 100-200 arasını əhatə edənlərdir. Sonra narıncı rəngli olanlar Hindistan 50-100 arasıdır, İraq 50-100'dür, Pakistan 50-100 arasıdır, Sudan 50-100'dür, Bəhreyn 50-100 arasıdır, Nepal da 50-100'dür, Ermənistan 50-100'dür, Çin, İran, Bosniya və Herseqovina və Efiopiya. Bunların hər biri 50-100 arasındadır. Yəni qənaətbəxşdir. Nə yaxşı deyil, nə də pis deyil o qədər də. Sonra yaxşı olanlar isə 100-ün, yəni 0-50-nin daha doğrusu arasında olanlardır. Bunlar da Mexiko, Özbəkistan, Makedoniya, Şimali Koreya və Türkiyədir ki, çirklənməyə daha az məruz qalan ölkələrdir. İndi biz bu məlumatları götürdük və bunlardan ibarət bir rabitəli mətin yazmalıyıq. Gəlin mətnimizi bu formada tamamlayaq. Əvvəla biz qeyd edirik ki, diaqramda 2022-ci ildə dünya üzrə hava çirklənməsinə ən çox məruz qalan 20 ölkə göstərilmişdir. Diaqrama görə məlum olur ki, ən təhlükəli hava vəziyyəti Bangladeş, Küveyt, Çad və Birləşmiş Ərəb Əmirliklərində mövcuddur. Hansı ki, mən də burada dairəyə aldım, bu təmizləyim, yenidən dairəyə alım. Baxın, bu 4 ölkə mən də qeyd elədim ki, ən təhlükəli ərazilərdir. 11 ölkədə vəziyyət qənaətbəxşdir. Hansı ki, bu daha narıncı rəngdə olan hissədə vəziyyət qənaətbəxşdir. Onların içərisində İran və Ermənistanın da adları var. Türkiyə isə 20 ölkə arasında ən yaxşı hava vəziyyətindən malikdir. Türkiyənin də adı, sxemi biraz bu tərəfə çəkin. Baxın, bu hissədə qeyd olunur ən yaxşı hava vəziyyətinə, yəni çirklənmə vəziyyətinə sahib ölkələrdəndir. İndi biz bir mətin yazaq gəlin. İnsanların, sənayenin və şəhərlərin ehtiyac duyduğu xam mal təbiətdən qarşılanır. Xam mal ehtiyacının ödənilməsi zamanı təbiət sürətlə məhv edilir və ətraf mühitə zərər verilir. Bu mərhələdə təbii sərvətlər planlaşdırılmamış və səhv şəkildə istehlak olunur. Artan sayda nüvə stansiyaları, nüvə silahı, istehsal edən fabriklər, radioaktiv maddə qalıqları, xüsusilə enerji sahəsindəki ehtiyacları ödəmək üçün göstərilən səylər çirklənmənin əsas mənbəyidir.
Rabitə sahəsindəki inkişaf elektromaqnit çirklənməsinin ortaya çıxmasına səbəb olur. Bu sahədə inkişaf edən yeni texnologiya ilə birlikdə çox sayda cib telefonu tullantıları meydana gəlir. Tullantıların təkrar emal üçün lazımi qaydada toplanmaması çirklənməyə və radioaktivliyə səbəb olur. Əhalinin sürətli artımı ilə hər sahədə istehlak artır və artan istehlak müxtəlif çeşidli tullantıların yaranmasına səbəb olur. Ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün təkrar emala əhəmiyyət verilməlidir. Son illərdə elektrik və elektronika sənayesi dünyanın ən böyük və sürətlə böyüyən istehsal sənayesidir və bu böyümə nəticəsində elektron tullantılar çox ciddi tullantı problemini meydana gətirir. Bu tullantılara böyük və kiçik məişət texnikası, informasiya və rabitə texnologiyaları, tibbi cihazlar və s. daxildir. Bu formada biz özümüzdən bir rabitəli mətn yaza bilərik. Düzdür, mənim yazdığım mətn çox geniş oldu. Siz rəylərə də qeyd edirsiniz ki, müəllim cavabları biraz qısa eləyin, amma mən geniş yazıram ki, sizə hər şey tam aydın olsun. Yəni geniş yazmağımın məqsədi sizə mövzunu tam əhatəli şəkildə çatdırmaqdır. Sizin o dəftərdə nə yazıb müəllimə göstərəcəyiniz maraqlı deyil. Önəmli olan məsələ bu videoya baxıb nə öyrəndiyinizdir. Yəni çalışın ki, bu videolara öyrənmək məqsədi ilə yanaşasınız, öyrənmək məqsədi ilə baxasınız. Biz mətnlərə özümüzdən hər hansı bir rabitəli mətn əlavə edəndə, bir fikir əlavə edəndə verilən sxemə əsaslandıq. Yəni bu yazdığımız mətn verilən bu sxemə əsasən öz-özünü tamamladı. Yəni bizə nə sxem təqdim olunmuşsa, o əsasda biz rabitəli mətni təqdim elədik. Elə sonuncu sualımız idi bu. Səhifə 28-də yerləşən iş dəftəri yaddaşın tapşırıqlarını, izahalarını bir-bir paylaşdım. Kanala abunə olun ki, gələcəkdə paylaşılacaq videolardan siz də istifadə edə biləsiniz. Hər bir mövzunu səhifə-səhifə, hər bir kitabın izahı olsun, iş dəftərinin izahı olsun, səhifə-səhifə paylaşılacaq. Videonu bəyənin, paylaşın, rəy yazın. Sağ olun. Növbəti izahlarda, növbəti videolarda görüşərik.